Salam dostlar, hər vaxtınız xeyir. Adım Vasifdir və yenidən YouTube kanalımdayıq. Bugün bayram gününə düşür. Hər birinizin Ramazan və Novruz bayramını ürəkdən təbrik edirəm və keçən dərsimizin davamını etmək istəyirəm. Keçən dərsimizdə ön struktur əzələlərinin və skelet sistemi barədə ətraflı məlumat verməyə çalışmışdıq. Bugün isə arxa skelet əzələləri və skelet sistemi və əzələ sistemi barədə ətraflı məlumat verəcəyik. Və istərdim ki, artıq çox da yubanmadan dərsə başlayaq. Başlayırıq ilk olaraq boyun və üst kürək əzələlərimizdən. Gəlin baxaq. Bu bizim boyun və üst kürək əzələlərimizdir. Bunlar iki yerə bölünür. Right və left olmaqla trapez əzələlərimizə. Trapez əzələlərimizin gördüyünüz kimi bir hissəsi bizim boyun hissəmizə düşür. Digər böyük hissəsi isə bizim əsasən kürək hissəmizə düşür. Formasına fikir verirsinizsə, əsasən rombvari olduğuna görə biz buna rombvari trapez əzələləri də deyirik. Həmçinin bu əzələlər əsasən çiyinləri yuxarı qaldırmağa və kürək sümüklərimizi bir-birinə yaxınlaşdırmağa kömək edir. Deməli, bu gördüyünüz bizim əzələlərimiz oldu, trapez əzələlərimiz. Qarşıdakı dərslərdə bu əzələlərin necə işlətmək uyğun olduğunu mən sizə ətraflı inşallah ki, izah verəcəm. Və keçirik lət əzələlərimizə, latissimus gedir. Yenə də left-right olmaqla iki hissəyə bölünür. Kürəyin əsasən aşağı hissəsində, baxın bu pozisyonda left və right olmaqla iki hissəyə bölünür. Təbii ki, bizim kürək əzələlərimiz ən böyük əzələ sistemlərimizdən biri olduğu üçün bir neçə hissəyə bölünüb. Gördüyünüz kimi bunlar trapez əzələlərimiz, digərləri isə latissimuslardır, yəni lət əzələlərimizdir. Və hər birinə aid ayrı-ayrı belə deyim, metodikalarla bu əzələləri biz işlədə bilirik. Əsasən kürəyimizin yan tərəflərimizdəki yerləşən geniş əzələlərimizdir, lat əzələlərimiz və əsasən dartınma hərəkətlərində əsas gücü bizdə bu əzələ qrupları yaradır və fikir verirsinizsə formasının V şəkli olduğu üçün buna əsasən V şəkilli, belə deyək, kobra şəkilli əzələ qrupu deyilir. Və keçirik arxa korpusda digər əzələ qrupumuza. Bu əzələ qrupu trisepslərimizdir. Triceps bryachi gedir və triceps adından da məlum olduğu kimi əsasən latın dilindən tərcümədə tri sözündən götürülüb və 3 başlı əzələ qrupudur. Gördüyünüz kimi 1, 2 və 3 əzələ qrupuna ibarətdir. Sol və sağ olmaqla iki hissəlidir. Tricepslərimiz bizim əsasən qolumuzu dirsək nahiyəsindən, baxın bu hissədən düzləşdirmək funksiyasını yerinə yetirmək üçün istifadə olunur və əsasən çox idmançıların, yəni yeni başlayan şəxslərin etdiyi səhv qolun əsasən qarşı hissəsini işlətməkdir, amma bunu bilməliyik ki, qola ən yaxşı görüntü verən hissə qolun arxa əzələridir, çünki həcmcə çox böyükdür və bu əzələ qrupunun böyük görünməsi daha estetik formaya səbəb ola bilir. Buna görə triceps əzələrimiz bizim belə deyək, çox vacib əzələ qruplarımızdan biridir. Kürək və triceps əzələlərimiz haqqında kiçik bir məlumat verməyə çalışdıq və indi keçirik alt korpusumuza. Arxa korpusumuz çünki öz-özlüyündə də iki hissəyə bölünür, üst və alt korpusumuz. Alt korpusumuzda əsasən bel əzələlərimizə biz fikir verəcəyik. Baxın, bunlar əsasən erektor spinal əzələləridir, fikir verin. Bu iki bel əzələmizdir bizim və bel əzələmizin altında isə gluteslərimizdir. Baxın, bu iki glut əzələlərimiz gedir. Bunlar sağır əzələlər də belə deyilir bu əzələ qruplarına. Və bizim glut əzələlərimiz, bunu bildirməliyəm ki, ən güclü və böyük əzələ qruplarımızdan biridir və bizim geriyə doğru itələmə funksiyalarımızı glut əzələlərimizdən yerinə yetiririk. Arxa bud əzələlərimiz, əziz dostlar, baxın, arxa bud əzələlərimiz bu 4 hissədən ibarətdir və buna gastrocnemius deyilir və baxın, bunlar baldır əzələləri gedir, arxa baldır əzələlərimizdir bizim. Getdik, indi isə skelet sistemimiz barədə kiçik bir məlumat verim sizə. Əsas skelet sistemimiz arxada, yəni arxa korpusumuzda birincisi onurğa sütunumuzdur. Baxın, bu sümük üzrə. Mən sizə onu göstərəcəm. Bizim onurğa sütunumuz bu hissədə yerləşir. Buna ingiliscəsində vertebral column deyirlər və bütün bu kürək əzələlərimiz və glut əzələlərimizin birləşdiyi vahid sistemdir. Belə deyək, vahid bir oxdur onurğa sütunumuz. Əsasən belə deyək, bu skelet sistemində bizdə idman zamanı qırıjalar, elmi dildə desək, yəni qrija kimi səsləndirilir. Bu kimi problemlər tez-tez onurğa sütunumuzda baş verə bilir. Və buna görə də biz baxın, onurğa sütunun ətrafındakı erektor dediyimiz bel əzələlərini möhkəm saxlamamız qırıja kimi halların baş verməməsi üçün çox vacibdir.
Və kürək sümüklərimizi isə göstərmək istəyirəm. Baxın, bunlar bizim skelet sistemimizdəki kürək sümüklərimizdir. O da left right olmaqla 2 hissəyə bölünür və əsas da qulplarımızı birləşdirən çanaq sümüyümüz sağrı əzələlərimizin əsas dayaq nöqtələrini birləşdirən sümük sistemidir. Əsasən biz gün boyu oturduğumuz üçün dostlar, bu əzələ qruplarımız ümumiyyətlə sağrı əzələ qruplarımız belə deyək yuxuya gedir. Yəni bu bizdə bel ağrılarıdır. Çox oturaq işdə işləyənlərdə əsasən bel və çanaq ağrıları olur ki, bu bizim sırf bu əzələ qruplarımızın işləməməsi ilə əlaqədardır. Buna görə də sizə təklifim odur ki, bu əzələ qruplarını da həftədə ən az bir dəfə işlətmək lazımdır. Çünki dediyimiz halların və ağrı kimi halların baş verməməsi üçün bu mütləq şərtdir. Belə, çalışdım ki, qısa bir video alınsın və arxa korpus əzələləri və skelet sistemi barədə ilkin məlumatlar vermiş olum. Təbii ki, bu bizim ilkin dərslərimizdir və bundan sonra biz çox ətraflı müzakirələr aparacaq, bütün əzələ sistemi barədə geniş məlumat verəcəyik və fikrimdə var ki, inşallah idmançı yoldaşlarımızla birlikdə müsahibələr eləyək, sizin suallarınızı cavablayaq və digər qaranlıq mövzulara aydınlaşdırmağa çalışaq inşallah. Belə, bu ikinci videomuz idi. Hər birinizə dinlədiyinizə görə səmimi qəlbdən təşəkkür edirəm. Təbrik nə idi? Və belə deyim, yorumlarda maraqlandığınız mövzuları bilmək istəyirəm. İnşallah yeni videolarımız gələcək və artıq üçüncü videomuzda daha geniş və ətraflı mövzular barədə danışacağıq. Çox sağ olun dinlədiyiniz üçün. Təşəkkür edirəm.